Bundan əvvəlki videoda Sovetlər Birliyinin tərkibində olmuş dövlətlərin müstəqilliklərini əldə etdikdən sonra Moskvanın bu dövlətləri öz təsiri altında saxlamaq üçün necə zəmin yaratdığını qeyd etmişdik. İndi isə bu dövlətlərin öz müstəqilliklərini necə bərpa etdiklərini nəzər salmaq lazımdır. (1988-1990-cı illərdə Bakıda və ölkənin digər şəhərlərində on minlərlə insan meydanlara çıxaraq milli azadlıq, suverenlik və ədalət tələblərini səsləndirmişdi. Meydan hərəkatının əsas şüarları arasında azadlıq, istiqlal, yaşasın Azərbaycan, torpaqdan pay olmaz və imperiyaya yox kimi çağırışlar xüsusi yer tuturdu. Bu kütləvi çıxışlar Azərbaycan xalqının müstəqil dövlət qurmaq iradəsini açıq şəkildə ortaya qoymuşdu. Milli azadlıq hərəkatı 1990-cı il 20 yanvar faciəsinə baxmayaraq dayanmadı və nəticədə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə tarixi məqsədinə çatdı. Bu faciə nəticəsində 146 nəfər həlak olmuş, 774 nəfər yaralanmış, 841 nəfər isə qanunsuz olaraq həbs edilmişdi.